göre, mənim milli dəyərlərimə görə arzuya qoymayıb. Xeyr, elə olmadı. Bax, mən sizə deyim necə oldu. Canlı yayında bu qaynatamla oturmuşdu, çörəyi yiyirdi. Qaynatam ona kaşloku verdi ki, ödəyini dili bilmir də. Bu götürdü kaşloku açdı, içində də pullar görünürdü. Mən ona WhatsApp'da yazdım ki, ayıbdır. Elə kaşloku göstərmə. Bax, kayıtlı yazışmalarımız durur. Dedim, elə göstərmə. Bu da dedi ki, nə var ki burada? Götürdü kameranı, fırlatdı. Götürdü onun başına o pabağı qoydu. Çekiliş özü üçün orada elədi. Sonra bayıra çıxanda dedi ki, TikTok çəkək. O da müasir, xarici düşüncəli idi də. Məni də tanıyırlar bu sosial şəbəkədə. Yaşı da yaşlı, 55 yaşı var. Mən də dedim, Deniz dedi ki, lazım deyil, durub oyunda orada TikTok çəksin. Mən də götürdüm. Bax, Nurlan Bey də gəldi, xoş gəlib. Mən də götürdüm. Dedim ki, bəs adı nədir? Lazımdır, bəs yaşlı başlı kişidir, ona TikTok çəkməyə. Bax, bunu dediyim söz, and ola Allaha başqa heç bir şey deməmişəm. WhatsApp yazışmaları durur. Canlı yayında fırlatdı temanı. Güya arzu onu gözdən salmaq. Görə şey elədi. Başladı ağlamağa, içmişdi. Başladı ağlamağa. Ondan sonra bax bu oldu. Söhbət belə oldu. Başqa